Azərbaycanın Milli Telekommunikasiya peyki orbitə çıxarılmamışdan əvvəl ölkə əhalisinin bir qismi çanaq antenalarını Türkiyə, Rusiya və eləcə də Avropa ölkələrinin peykilərinə tuşlayaraq onların yayımladığı telekanallara baxırdılar. Amma 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki fəaliyyətə başladıqdan sonra bu sahədəki vəziyyət müsbətə doğru dəyişməkdədir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, hazırda əhali çanaq antenalarını əvvəllər tuşladıqları istiqamətlərdən ayıraraq milli peykimizə doğru yönəltməkdədir. Milli telekommunikasiya peykimiz vasitəsilə yayımlanan telekanallara baxanların sayı artıb. Təqribi hesablamalara görə təkcə Azərbaycanda bu gün 1 milyondan artıq çanaq antenası Azerspace 1 peykinə tuşlanıb. Hazırda Azerspace 1 peyki üzərindən 60-dan çox yerli və xarici televiziya və radio kanalı yayımlanır. Əhali bu kanalları tam ödənişsiz olaraq izləyə bilər. Bunların 51-i televiziya, 13-ü isə radio kanaldır. Qeyd edək ki, bir müddət öncə Azərbaycan mətbuatında Ukraynanın bir neçə TV kanalını Azerspace üzərindən yayımlamaq niyyətində olması ilə bağlı informasiyalar yayılmışdı. Azerkosmosdan sözü gedən məlumatlarla bağlı da rəsmi mövqe açıqlanıb. Hazırda Ukraynanın bir kanalı Azerspace 1 peyki vasitəsilə yayımlanır.